xanəndə çıxışına başlamazdan əvvəl Tarzana müraciət edərək deyir: mən bugün elə bir muğam oxumaq istəyirəm ki, dinləyicilərdə gümrahlıq, mərdlik və qəhrəmanlıq hissi oyansın. Sual: Tarzan hansı muğamın mahiyyəsində çalmağa başlamalıdır? Biz bilirik ki, qələbə hissi, qəhrəmanlıq hissi oyanan muğam Çahargah muğamıdır və düzgün variant C. Musiqi məktəbinin şagirdi muğam dəstgahını dinləyərkən müşahidə edir ki, əsas bəhri, yəni ritmik hissə ifa olunur. Lakin burada xanəndə oxumur. Yalnız alətlər səslənir. Sual: şagird dəstgahın hansı tərkib hissəsini dinləyir? Burada xanəndə oxunmursa, alətlər çalırsa, demək ki, rəngdir. B variantı. Bir xarici qonaq Azərbaycanda toy məclisindədir. O diqqət edir ki, xanəndə qəmli bir mahnı oxuyur. Lakin musiqiçilər ritmik bir templə ifa edirlər və kənardan kimsə nağara ilə onlara qoşulur. Sual: qonaq muğamın hansı növünü dinləyir? Əgər muğamda zərb, ritmik alətindən istifadə olunursa, bu təbii ki, zərb muğamıdır. Düzgün variant C. Xanəndə Segah muğamını ifa edərkən musiqinin ən yüksək zil pərdələrini çatır və burada xüsusi bir virtüozluq nümayiş etdirir. Xanəndə muğamın hansı hissəsini ifa edir? Şah pərdə, yəni zil pərdəsini müşahidə edir. Düzgün variant C. Musiqişünas mülahizə zamanı deyir: bu muğam o qədər fundamentaldır ki, Üzeyir Hacıbəyli tərəfindən Azərbaycan musiqisinin əlifbası adlandırılmışdı. Mühazirəçi hansı muğamdan bəhs edir? Təbii ki, rast muğamından rast muğamına bəzən ana muğamda deyilir. Konsert proqramında xanəndə qrupuna tar, kamança və xanəndənin özünün çaldığı dəf daxildir. Bu ansambl klassikdə adı nədir? Bu ansamblin klassik adı muğam triosudur, yəni xanəndə üçlüyü gedir. (1948-ci ildə Filarmoniyada yeni bir əsər səslənir. Dinləyicilər burada muğamın improvizasiya ruhu ilə klassik simfonik orkestrin vəhdətini eşidirlər. Söhbət Fikət Əmirovun hansı janrda yazdığı əsərdən gedir? Təbii ki, simfonik muğamdan gedir. Bilirik ki, 1948-ci ildə yazdığı Şur simfonik muğamıdır. Tələbə Bayat Şiraz muğamının xarakterini təsvir edərkən onun insanda ringlik fağan və hicran hisslərini yaratdığını deyir. Üzeyir Hacıbəyin təsnifatına görə bu fikir hansı muğama daha uyğundur? Bu Bayat Şirazdır. B variantı. Operada səhnə canlandırılır. Məcnun səhrada Leyli üçün yanıqlı bir parça oxuyur. Bu musiqi parçası notlaşdırılmayıb. Xanəndənin daxil emosiyası və muğam qaydaları üzərində qurulub. Bu musiqi janrı necə adlanır? Bu musiqi janrı muğam operasıdır. Çünki Leyli və Məcnun bilirik ki, biz Üzeyir Hacıbəyli yazdığı muğam operaların ilk muğam operası, şərq dünyasının ilk operasıdır. Xanəndə Şur
dəstgahını bitirdikdən sonra sonuncu olaraq çox şən, oynaq və ritmik bir hiss ilə çıxışını tamamlayır. Xanəndə çıxışını nə ilə bitirdi? Muğamlarda arada ifa olunan rəqsvari, oynaq, ritmik rəng sayılır və abədidir. Növbəti suallar hazırlanacaq yenə. Sağ olun.